Həftəlik bürclər balıq, xərçəng, əqrəb bürcləri, su ünsürlərinin 19 maydan 26 maya doğru nələr gözləyir? Birinci balıqlardan başlayaq. Balıqlar bu həftə göylər sizə bəzi nüanslarda bildiriş göndərəcək. Necə etməlisiniz, özünüzü necə aktivləşdirməlisiniz, hansı yönə doğru getməlisiniz, hansı formada özünüzü gücləndirməlisiniz deyə. Bu həftə şübhələriniz çox olacaq. Bu həftə elə bir məqamda olacaqsınız ki, sanki belə deyim də sizə nə baş verdiyini görmədiyiniz nüansların hamısını bu həftə görə bilərsiniz. Ətrafınızda nələr aktivdir, onların hamısını bu həftə analiz edə bilərsiniz. Bu həftə çox emosional həftədir. Həm beyniniz, həm qəlbiniz, həm fiziki olaraq bədəniniz yorulmuş bir vəziyyətiniz olacaq. Və bu həftə elə bir ki, sizi parçalayacaqlar. Gözləmədiyiniz insanlardan hərəkətlər, gözləmədiyiniz insanlardan danışıqlar, gözləmədiyiniz insanlardan sizə qarşı yarımçıqlıq görəcəksiniz ki, sanki sizi yarı yolda qoyublar və yaxud da sizlə əlaqədar aktivləşməyən bəzi nüanslara səbəb olacaqlar. Yəni yarımçıqlığınız daha da arta bilər bu həftə. Buna ciddi bir şəkildə fikir verməlisiniz. Ən çox da maddiyyat pulla bağlı şanslarınız, təklifləriniz sizə doğru olacaq. Yəni yeni bir şansa, yeni bir alana keçməyə bacaracaqsınız. Sadəcə başqa bir məqam var ki, burada. Burada elə bir ki, bu həftə heykəli olacaqsınız. Hər şeyi analiz edəcəksiniz. Hər şeyi güclü formada gücləndirəcəksiniz. Yəni belə deyim də, yenilənmiş bir etapa keçirməyə bacaracaqsınız. Bu həftə sizin üçün sınaq həftəsidir balıqlar. Bu həftə hər şeyi dəyərləndirməlisiniz. Nələr baş verdiyini özünüz öz aləminizdə aktivləşdirməlisiniz. Ümumi həftəni dəyərləndirsək, belə deyim, ümumi həftəni dəyərləndirsək, həftə 70%-ə qədər, 67%-ə qədər uğurlu edə bilərsiniz. Xərçənglərə gələndə isə xərçənglər oyanmışsınız. Bu sevindirici bir haldır. Yəni bu həftə tam oyanmış bir vəziyyətdə olacaqsınız. Hansı sferaya doğru gedəsiniz, hansı formada aktivləşəsiniz, bu həftə onları gücləndirəcəksiniz. Və pul maddiyyat baxımından da yavaş-yavaş dirçəlmələr sizdə başlayacaq. Şansınızı özünüzə doğru çəkəcəksiniz və bu həftə insanlara kömək və yaxud da insanlardan kömək alacağınız bir nüans olacaq. Sadəcə şəxsiyyət olaraq ailə münasibət, sevgi cəhətdən uğursuz bir alanda olacaqsınız. İstədiyiniz şəkildə güclənməni əldə edə bilməyəcəksiniz. Kaçelidə olacaqsınız. Bir qabağa gedəcəksiniz. Təzədən yeni köhnə bir vəziyyət, yenilənməmiş bir nüanslarda qalacaqsınız ki, özünüzü güclü bir formaya sala bilməyəcəksiniz. Amma maddisal baxımından xərçənglər şans sizin yanınızdadsa, pul olaraq, maddiyyat olaraq özünüzü tam aktiv şəkildə gücləndirib yeni bir etapa keçirdə bilərsiniz. Ümumi pis həftə deyil, yəni deyim çox pis və yaxud da narahat edici bir həftədir, yox. Sadəcə qeyri-stabil vəziyyətdə olacaqsınız və sağlamlıqla da əlaqədar ən çox da baş hissənizdə bəzi narahatçılıqlarınız ola bilər. Bunları toparlanmalısınız. Bir də dəri ilə əlaqədar bəzi narahatçılıqlarınız, allergiya ola bilər, xüsusi səpkilər ola bilər. Onlara fikir verməlisiniz. Xərçənglər 74%, 76%-ə qədər uğurlu edə bilərsiniz. Əqrəblər gələndə isə əqrəblər bu həftə siz elə bir hər şeyi dağıdıcı formada edəcəksiniz. Yəni bəzi nüansları dağıdacaqsınız. Bu həftə hər şeyi özünüz elə bir sınağa çəkəcəksiniz. Kimin düzgün olduğu, kimin doğru olduğunu, yəni bu həftə o qədər də pozitiv həftə deyil şəxsiyyətlə nələrsə analiz etməyə, ətrafınızdakı olan insanları dəyərləndirmə baxımından. Çünki hamının sanki maskada olduğunu, hamının sizə qarşı laqeyd olduğunu görəcəksiniz. Bu həftə bacarırsınızsa sosiallığınızı, bu həftə şənlənməyinizi, əylənməyinizi daha çox aktiv zonaya aparmalısınız. Bədən sağlamlığınızı, bədən enerjinizi toparlamaq üçün. Çünki edə bilməyəcəyiniz bəzi nüanslar, bəzi işlərin altına girə bilərsiniz və hər şeyi ifdən asılı vəziyyətdə qoyacaqsınız. Hər şeyi yarımçıq formada saxlayacaqsınız və hırçınlaşacaqsınız. İstəmədiyiniz insanlara məktub mesaj yaza bilərsiniz. İstəmədiyiniz insanlara ağız aça bilərsiniz. Sonraki peşmançılıq, aqressiya, öfkə həddən artıq çox ola bilər və bunu ailəvizə, valideynlərinizə, sevdiyiniz insanlara bu öfkəni, bu narahatçılığı, bu əsəbiyi bildirə bilərsiniz. Belə deyim də, dalğavızı çox böyüyə qaldırmayın. Yavaş-yavaş addımlamağa və səbirli şəkildə irəliləməyə çalışın. Çünki əqrəblər bu həftə etdiyiniz hər bir hərəkətdə yanlış bir insan olduğunuzu göstərəcəksiniz. Amma hansısa bir məqamda həqiqətən də bu həftə coşmağa lazım deyil. Anlayırsınız məni? Ümumi dəyərləndirəndə həftəviz 64%-ə qədər uğurlu edə bilərsiniz əqrəblər.